Azərbaycan Dəmir Yolları hazırda həm ölkə daxilində, həm də regionda böyük dəmir yolu layihələri həyata keçirir. Qarabağdakı layihələr, Bakı-Tiflis-Qars xəttinin modernləşdirilməsi, Astara terminalı, TRIP layihəsi, Naxçıvanda dəmir yollarının yenidən qurulması kimi işlər hansı prioritetlər əsasında seçilir? İcazən ilk növbədə azad olmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən başlayardım. Bu istiqamətdə iki mühüm layihəmiz vardı ki, bunlardan biri Ağdam, Xankəndi və ondan əvvəl isə Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası ilə bağlı idi. Bu istiqamətdə ötən il may ayının 10-da Ağdam dəmir yolu avtovağzal kompleksinin açılışı Cənab Prezident tərəfindən həyata keçirildi. Daha sonra bu yolun sərnişinlər üçün istismara verilməsinə şahid olduq. Hazırda yolun Ağdamdan Xankəndiyə qədər olan hissəsində sürətli şəkildə işlərimizi həyata keçiririk. Həm Ağdam-Xankəndi dəmir yolu xəttinin, həm də Xankəndi dəmir yolu avtovağzal kompleksinin inşası üzərində sürətlə işlərimizi qururuq.